Böyük qardaş səni izləyir. Çoxumuza tanış olan bu ifadə necə də qəribə, təhlükəli, qarışıq hisslər saçan cümlədir. Sözlənən George Orwellin 1984 romanı ilə davam edir. Roman totalitarizmin və insan azadlığının məhvinin ən qüdrətli bədii təsvirlərindən biri hesab olunur. George Orwell bu əsəri yazarkən Sovet İttifaqındakı Stalinizmdən və nasist Almaniyasından ilhamlanmışdı. Lakin o, gələcəkdə istənilən cəmiyyətin texnologiya və təbliğat vasitəsilə necə bir zindana çevrilə biləcəyini əsərdə göstərib. Romanın girişi oxucunu dərhal ümidsiz və boz bir dünyaya aparan o məşhur təsvirlə başlayır. Soyuq, günəşli aprel günü idi. Saat 13-ü vurdu. Hadisələr vaxtı ilə London kimi tanınan, indi isə 3 fövqəli dövlətdən biri olan, Okeaniyanın bir hissəsi olan hava zolağı birdə cərəyan edir. Şəhər xarabalıq içindədir. Binalar köhnəlib. Hər yerdə kələm və köhnə ayaqaltı iyi hiss olunur. Lakin bu yoxsulluğun üzərində nəhəng bir kölgə hökm sürür. Bütün divarlarda, küçələrdə və binalarda qara bığlı, sərt baxışlı bir kişinin portretləri asılıb və altında bu sözlər yazılıb. Böyük qardaş səni izləyir. Okeaniya adlanan bu totalitar dövlətdə həyat teleekran adlanan cihazların daimi nəzarəti altındadır. Bu cihazlar həm təbliğatı yayır, həm də vətəndaşların hər hərəkətini qeydə alır. Heç kimin şəxsi həyatı yoxdur. Hətta yuxuda danışmaq belə fikir cinayəti sayıla bilər və ölümcül nəticələr gətirib çıxarar. London xarabalığa çevrilsə də partiyanın 4 nəhəng nazirliyi şəhərin üzərində əzəmətlə ucalır. Həqiqət Nazirliyi, Sülh Nazirliyi, Sevgi Nazirliyi və Bolluq Nazirliyi. Həqiqət Nazirliyi yalanlar uydurur və tarixi saxtalaşdırır. Sülh Nazirliyi müharibə ilə məşğul olur. Sevgi Nazirliyi işgəncə və edam mərkəzi, Bolluq Nazirliyi isə insanları ac saxlayır və ərzaq normalarını azaldır. Həqiqət Nazirliyinin ağ divarında partiyanın 3 əsas şüarı həkk olunub. Müharibə sülhdür, azadlıq köləlikdir, cəhalət qüvvədir. Həqiqət Nazirliyində işləyən Winstonun vəzifəsi keçmişi saxtalaşdırmaqdır. O, köhnə qəzetlərdəki məlumatları böyük qardaşın bugünkü çıxışlarına uyğunlaşdırır və keçmişi idarə edən gələcəyi də idarə edər. İndini idarə edən isə keçmişi idarə edər, prinsipinə xidmət edir. Lakin Winstonun daxilində sistemə qarşı dərin bir nifrət baş qaldırıb. O, teleekranın görmədiyi bir küncdə özünə gizli bir gündəlik tutur və bu hərəkəti ilə faktiki olaraq öz ölüm hökmünü imzalamış olur. Onun barmaqları qeyri-ixtiyari olaraq kağıza dəfələrlə eyni cümləni yazır. Böyük qardaşa ölüm. Winston başa düşür ki, partiya təkcə bugünü yox, keçmişi və gələcəyi, hətta insan yaddaşını da idarə etmək istəyir. Partiyanın tətbiq etdiyi yeni dilinin məqsədi söz ehtiyatını o qədər azaltmaqdır ki, insanlar üsyan etmək üçün söz belə tapa bilməsinlər. Həmçinin iki fikirlilik prinsipi insanlara iki ziddiyyətli həqiqətə eyni anda inanmağı məcbur edir. Məsələn, müharibənin həm var olduğuna, həm də yox olduğuna inanmaq. Winston öz gündəliyində azadlığın mahiyyətini belə ifadə edir. Azadlıq 2+2-nin 4 etdiyini demək azadlığıdır. Əgər buna icazə verilərsə, qalan hər şey bunun ardınca gələr. Winstonun həyatı əvvəlcə partiya casusu zənn etdiyi gənc qadın Julia'nın ona gizlicə bir kağız ötürməsi ilə dəyişir. Kağızda cəmi 3 söz yazılmışdı. Mən səni sevirəm. Bu etiraf Winston üçün həm şok, həm də yaşamaq üçün yeni bir səbəb olur. Onlar ciddi nəzarətə baxmayaraq şəhərdən kənarda və sonradan cənab Charringtonun köhnə əşyalar dükanının üst mərtəbəsində görüşməyə başlayırlar. Cənab Charringtonun dükanındakı otaq onlara keçmişdən qalma bir cənnət kimi görünür. Burada onlar əsl qəhvə içir, şəkər yeyir və teleekransız söhbət edirlər. Onların sevgisi siyasi bir aktdır. Çünki partiya fərdi sədaqəti və ehtirası özünə təhlükə hesab edir. Winston daxili partiyanın üzvü olan O'Brien adlı şəxsin də sistemə qarşı olduğuna və əfsanəvi qardaşlıq təşkilatının üzvü olduğuna inanır. O'Brien onları öz evinə dəvət edir. Teleekranı söndürür və onları qardaşlığa qəbul etdiyini bildirir. O, Winstona sistemin düşməni Emanuel Goldstein tərəfindən yazıldığı iddia edilən Oliqarxi kollektivizmin nəzəriyyəsi və təcrübəsi adlı kitabı verir. Kitabda partiyanın niyə müharibəni heç vaxt bitirmədiyi izah olunur. Məqsəd qələbə qazanmaq deyil, əhalini daim qorxu və yoxsulluq içində saxlamaqla cəmiyyətin strukturunu qorumaqdır. Lakin Winston kitabı tam oxuyub bitirə bilmir.
Winstonun Julia ilə xoşbəxtliyi uzun çəkmir. Onlar özlərini təhlükəsiz hiss etdikləri anda divardakı mənzərə şəklinin arxasında gizlədilmiş teleekran vasitəsilə izləndiklərini anlayırlar. Məlum olur ki, cənab Charrington əslində fikir polisinin agentidir. Winston və Julia həbs olunaraq sevgi nazirliyinə aparılırlar. Burada Winston özünün qardaşlıq təşkilatının üzvü sandığı, əslində isə sadiq partiya üzvü olan O'Brien tərəfindən dindirilir. O'Brien ona sadəcə fiziki işgəncə vermir, həm də onun düşüncəsini sındırmağa çalışır. O, Winstona izah edir ki, partiya hakimiyyəti öz xeyri üçün yox, sırf hakimiyyət xatirinə istəyir. O'Brien Winstonu inandırmağa çalışır ki, əgər partiya 2+2 bərabərdir 5 deyirsə, deməli bu həqiqətdir. Winston uzun müddət fiziki ağrıları dözsə də, Julia'ya olan sevgisini qoruyub saxlaya bilir. Lakin son mərhələ otaq 101-də baş tutur. Bu otaqda hər kəsi dünyada ən çox qorxduğu şeylə üz-üzə qoyurlar. Winston üçün bu sıçovullardır. Üzünə bağlanmış qəfəsdə ac sıçovullar ona yaxınlaşanda Winstonun iradəsi tamamilə qırılır və o, yeganə xilas yolunu seçərək qışqırır. Bunu Julia'ya edin, mənə yox, Julia'ya! Bu xəyanət onun son insanlıq qırıntısını da məhv edir. Romanın sonunda Winston azadlığa buraxılır. Lakin o artıq mənən ölüdür. Şabalıd ağacı kafesində oturub cin içir və şahmat məsələlərini həll edir. Julia ilə qarşılaşır. Lakin bir-birinə xəyanət etdikləri üçün aralarında heç bir hiss qalmayıb. Teleekranda Okeaniyanın növbəti qələbə xəbəri elan edilərkən Winston artıq mübarizə aparmır. Kitabın son cümlələri onun tam təslimiyyətini təsvir edir. Müttəhimlər kürsüsündə oturmuşdu. Bütün günahlarını boynuna almışdı. Hamının əleyhinə ifadə vermişdi. O artıq kütlə ilə birlikdə qaçmırdı. Sevincdən qışqırmırdı. Yenidən sevgi nazirliyində idi. Əhv edilmişdi. Ürəyi qar kimi ağappaq, tərtəmiz idi. O böyük qardaşı sevirdi.